Oğul olub doğulduğum torpağa, təzə əsrin yazı gəlir. Miras, qadın ləyaqəti. Ürəkdə də bahar olsa kitablarının müəllifi, şair, publisist Elçin Səlimli 65 illik yubileyini qələm dostlarının əhatəsində qeyd etdi. Tədbirdə çıxış edən qonaqlar şairin yaradıcılığına nəzər salaraq, onun poetik ifadələrinin özünə məxsusluğunu vurğuladılar. Qeyd edək ki, Elçin Səlimli həmçinin 9 poema və 1 pyesin müəllifidir. Elçin Səlimlinin indiyə qədər 8 kitabı nəşr olunub. Bugün yubiley tədbirində də onların ikisi haqqında danışıldı. Görüşünə gəlmişəm və şəhidliklə bitən ömür. Şəhidliklə bitən ömür Neftçala şəhidlərinin həyatından bəhs edən poemalar və publisistik, belə deyək, yazılar daxil olunub. Görüşünə gəlmişəmsə, xüsusən Elçinin vətən, sevgi, təbiət mövzusunda olan lirik şeirləri toplanıb. Hər yaş dövrünün bir xüsusiyyəti var. Bizim də o yaş dövrümüz, belə deyək, cəmiyyətin nisbətən yaxşı dövrünə düşmüşdü. Özümüz texniki sahənin işçilər olsaq da, belə deyək, o sahəni qutarsaq da, o sahədə çalışsaq da, qəlbən, ruhən, yəni ədəbiyyata meyillidir və ondan başqa mən ümumiyyətlə hələ orta məktəb illərindən ədəbiyyata bağlı bir insan olmuşam. Bu daxili tələbatdır. Mən hiss edirəm ki, ədəbiyyatı oxumayanda, ədəbiyyatla məşğul olmayanda nəsə narahatam. Elçin Səlimli texniki sahədə təhsil alsa da, ədəbi mühitə şeirlə gəlib. Müəllifin dediyi kimi, o ədəbiyyata ruhən bağlı olub. 44 günlük vətən müharibəsində qazandığımız tarixi zəfər isə öz növbəsində müəllifi qələbə ruhlu şeirlər yazmağa ruhlandırıb. Məmməd Məmmədli, Zaur Dadaşov, Seymur Novruzov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri. Xahiş edirəm, bir dəqiqalıq xüsusidə şəhidləri yadırıq. Allah rəhmət eləsin. Hörmətli xanımlar və cənablar, dəyərli həmkarlar, əziz elçilər. Bugün yaxşı bir səbəbə başlayın. Elçin Səlimli bizim əslən Neftçaladan, amma daha çoxsun qayıtı təmsil edən dəyərli şairimizin 65 illik yubileyinə toparlanır. Elçinin bioqrafiyası, Elçin Səlimlinin bioqrafiyası burada toplananların hamısı bilir, tanıyır. Kitablarının arxasında var. Elçin zəhmətkeş adamdır. İnsan kimi olduqca ləyaqətli və təvazökar adamdır. Mən işərə gətirdim ki, xüsusən son 4 ildə, əvvəl qəbul prosesində, sonra dəfələrlə yazılarını, şeylərini gətirib oxumuşam. Bəzən hansısa eyni məsələni müzakirə eləmişik də orada çox yaxından tanımışam. Mövlana Cəlaləddin Ruminin məşhur bir sözü var, beriyə göründüyü kimi, o ya olduğu kimi görür. Mənə elə gəlir ki, Elçin Səlimli elə məhz olduğu kimi görünən, göründüyü kimi olan, düşündüyü kimi yazan, yazdığı kimi yaşayan şairlərimizdən. Onun bu illər ərzində oğul olub olduğu torpağa, təzə əsrin yazı gəlir, miras, qadın ləyaqəti, ürəkdə bahar olsa, məni anlamağa dəyər dünya, görüşünə gəlmişəm. Şəhidliklə bitən ömür kitabları indiyə qədər nəşr olunub və bir çoxlarını sənin kitablarına tanışsız günündə masaların üstündə xüsusən son 2 kitab var. Oxumayanlar yəqin ki, oradan oxuya bilər. Ömür yolu elə oldu ki, əvvəl deməli, Neftçala rayonunda, Aşağı Sura kəndində, Xıllıda, sonra Aşağı Sura kəndində oxuyub, sonra Sumqayıtda Texnik məktəbli, Sumqayıt pedaqoji texnikumunu və sonra işli yaşayarlı təhsil alıb və uzun müddət
fərqli vəzifələrdə, xüsusən enerji sahəsində çalışır və həm də mühəndis kimi, energetik kimi rus tövhəsini verib, bu ölkə üsulunu öyrətmiş. Mən icazə verin, hörmətli Anar müəllimin adından, Azərbaycan Yaşlılar Birliyi sədri, xalq yaşlıların adından, əziz Elçin müəllimə 65 illik yubileyi münasibəti ilə Yaşlılar Birliyi səhnə tutduğunu təqdim edir. Bir də şəkil. Bu kiçik hədiyyələri də bizdən qəbul edilməkdir. Yaşlılar Birliyi qəbul edilməkdir. Deməli, o deyib ki, o kitablara görüşünə gələcək kitabına, deməli, bilmirəm, Asım mənim bundadır. Asım mənim çox yaxşı, onun sözü yazılır. Məsələn, düşünürəm ki, mən, məsələn, əritdim ömrümün mən sətir, saxladım həmişə ehtiram, sətir. Hər söz söhbətindən saçılır ətir, heç vaxt yürümür, yalan olur. Mən belə yaşadım, qalan olur. Deyənlər, Elçin Səlimli doğrudan da məsələ belə deyil, öz həyatından olduğu kimi danışır. Məsələn, bu şeir mənim çox xoşuma gəldi, istəyirəm burada da oxuyum, toxunma şeiri. Canım açıq, elə çal ki sazını, İncə o sinlərə toxunma, tərif eylə baharımı yazımı, zərif bilmələrə toxunma. Mən həsrətlə gözləmişəm o yarı, saxlamışam o qeyrəti, o arı. Qoymamışam, yenə bir an güzarı, xoş günümə, ilərimə toxunma. Mizrabını tellər üstə elə düz, o sazınla ortalığında elə sus, nə özünün, nə də mənim canımız. Saf sevginin sirlərinə soxulmaq. Məsələn, bu şeirin indi bədii məziyyətləri ödəyirdi, amma xarakteri səciyyəsi var bütün şeirlərində. Gəlmanisi də düşünür. Bu, deyəsən Yevgeni Yevtuşenkonun bir şeiri var. Şeirin məzmunu belə ki, bir qadın, yaşlı qadın, hər gün kilsəyə gəlir, mehrabın davamında dayanır və Allah'a dua edir, hər dəfə də deyir ki, Allah məni bağışlar. Hər gün, yaxud xristiyanlar bazar günləri xüsusən ailələrə gedirlər. Bir gün mehrabın arxasından səs gəlir. Səs qadına deyir ki, axı sənin günahın yoxdur, mən səni nə üçün bağışlayım, hansı günahına görə bağışlayım. Çox qəribədir ki, məndə elə duyğu yaranır ki, Elçin Səlimli, bax elə təxminən o qadın misalı, məsələn, yazır ki, sirlərimə toxunur. Mən düşünmürəm ki, Elçinin sirləri açılsa, o Elçinin şəxsiyyətinə, ləyaqətinə toxunmuş sirlər. Məndə gəlirlər ki, adətən deyirlər, həya haqqında danışanda bunu daha çox xanımlara aid edir. Amma mənə görə Elçin olduqca həyalıdır adamdır. Onun poeziyasında da o həya və abır örpəyə atılır. Bu da təbii ki, onun zəhmətkeş insan olmağıyla bağlıdır. Ona görə mən əziz Elçin müəllim, sizi təbrik edirəm. Qələminizin mürəkkəbi, təbiniz tükənməsin, sizə can sağlığı arzulayıram. Və indi yaşım elə vaxtıdır ki, məsələn, Sərvi Şirazi, Rustanın deyəsən 53 yaşında, Rustanın da 63 yaşında yazmışdır. Kamillik vaxtıdır, həm də biraz vaxtın da bol olan, yəni yazışı üçün lazım olan vaxtın daha bol vaxtındasınız. Mən isə yalnız onu arzulayıram ki, bu vaxtı tötəl eləyəsiniz, çox yazasınız. Daha doğrusu, bəlkə daha dərin, çox yazmaq ifadəsi, bəlkə bir qədər doğru deyil, daha dərin yazasınız. İnşallah, Yaşlılar Birliyinin 5 nəşri var, eyni zamanda, baxın burada yurt jurnalını görürəm. Bütün jurnallarda daha çox çap olması, çünki mən çox yaxşı anlayıram ki, sizin mətbuatda az çap olmalığının səbəbi cari işlərlə və həyat problemlərindən məşğul olmalısınız.
Sizi təbrik edirəm, can sağlığı arzulayıram. Görürəm Elçin müəllimin qarşısında siyahılar bugün o dostları, əzləri toplaşdılar. İndi Elçin müəllim bir-birinə deyəcək. Mən bir qədər məclisi idarə edəndən sonra icazəmizlə gedəcəm. Haqqqa işlər var, görüşlər var. Amma yenə də məclis davam edir. Bir daha təbrik edirəm. Əslində elə məclisimiz Elçin müəllimin özü kimi səmimi olsun deyə mən təklif edirəm ki, çıxışçılar elə ayağa durmadan da danışarlar. O biraz belə deyək də, mürtəb atmosfer olsun. Zərrə xanım, sözü verirəm sizə. Qalxın, oturun, rahat olun. Çok sağ olun. Hamını salamlayıram. Gözəl insanlara. Yetimlərə sizi salamlayıram. Mutluluq üstünə təbrik edirəm. Yetimlərin sənin mənim qeydlədiyin çox gözəl və hər bir qadın olmuş işi var. Həyası olmaq çox böyük bir şeydir, böyük bir şərəfdir. Yetimlərin də var. Yetimlərin gözəl şairdir. Rəhbərən mövzularda şeirlərin müəllifidir. Ayda yükü olan şeirlərin müəllifidir. Az sözü ilə dərin mənaları ifadə edən şeirlərin yazıları, siz yazıları müəllifidir. Bütün bunlardan başqa Elçin müəllim çox gözəl insandır, gözəl yoldaşdır. Bizim kollektivimizin ən səmimi, ən hörmətli üzvlərindən biridir. Elçin müəllim insanın dar günündə yanında olan, xoş günündə onun sevincine şərik olan bir insandır. Yəni bu çox böyük, belə bir zamanədə bu xarakterlərin olmağı çox böyük bir xarakterdir, xüsusiyyətdir. Elçin müəllimi hamımıza böyük hörməti və onun bugünkü gün münasibəti ilə təbrik edirəm. Ona yaradıcılıq uğurları, şəxsi həyatında xoşbəxtlik arzulayıram. Sağ olun. Teşekkür ederim. Ben dedim, girişte dedim ki Elçin müəllim nefsallarla olsa da sonra Sumqayıt mühitində, həm də Ədəb mühitində yetişir. Burada ise bizim Sumqayıt filialının rəhbəri, bizim çox hörmət edədiyimiz bazımız, gözəl şairə Gülmarə Cəmalətin rəhbəri. Mən sözü belə ona verim. Mən hamı qalxmadan danışım. Ben de herkesi sağlıyorum ve Doğan Cəmalətin buyurduğu ki, görünüş çəxanını sağlığı, görünüş sizi anlatmasın. Əsl insan haləhli olandır. Burada haləhli yerləşir, hər birinizi salamlayıram təkrarən. Və bugün tədbirin təşkilatçılarına təşəkkürünü bildirirəm ki, belə gözəl tədbir təşkil edirlər və sənin məclisinə təşəkkür edirəm ki, belə məsuliyyətli işi öz üzərinizə götürmüsünüz. Elçini mən 88-ci ildə Sumqayıt hadisələrindən tanıyıram. Bizim bir dəniz ədəbiyyimiz var idi, Elçin ora gəlirdi və hamımızdan məhsuldar şair idi, məhsuldar yaradıcılığı var idi və hər həftə inanın Elçin bəlkə də 5-6 şeirin gəlirdi ədəbi məclisə. Sonra Elçin bir müddət bizim aramızdan çəkildi, yəqin ki, Səlim müəllim dediyi kimi qayğılara başı qarışdı. Yenidən 2015-ci ildə gəldi ki, mən yenidən Gülmarə xanı qayıtmışam. Onun ədəbi mühitdə olacam, fəaliyyət göstərəcəm orada. Və mən də bunu çox gözəl almışladım. Və bu günlərdə Elçinin 2 kitabı işimizi görür. Təbii ki, edirəm Elçin çubuqların bol olsun. Və yəqin ki, biz onun 65-ci ildə Sumqayıtdan keçirəcəyik. Və biz təbii ki, orada eləmək yazalım. Çox sağ olun. Əziz yazıçılar birliyinin üzvləri, jurnalistlər birliyinin üzvləri, mən auditoriyadayım. Azərbaycan Dillər Universitetinin Psixologiya, Pedagogika Kafedrasının dosentiyim. Özümə şərəf bildim sizinlə görüşməyə. 2 dəfə mən Sumqayıtda belə əlamətdar gündə iştirak etmişəm. Kömür, daşlaşmış gecə, zənci kimi qapqara. Od vurub yandıranda öz alov dirilərini qıcırdır üsyancı dəy sonsuz qaranlıq. Özü qara olsa da əməli od, işıq, nur, əməli nur olanı insanlar daha uca, daha müqəddəs tutur.
Siz hamınız əməli salih adamlarsınız. Hamınız Respublikamızın gözəl ziyalılarısınız. Xalq, millət, tələbə auditoriyası sizinlə görüş keçirməyə özünü həmişə hazır hesab edir. Dəfələrlə mən bu auditoriyada olmuşam, çıxış eləmişəm, söz də ala bilməmişəm, müəyyən qədər həyəcanlı, emosional getmişəm. Amma o zalda, o biri zalda, ikinci mərtəbədə nə qədər füsunkarlıq, nə qədər əzəmət, dop dolu, yer yoxdur oturmağa bir dənə. Bu anları görmüşəm. Səlim müəllim, sizin areniya, sizin kollektivə, gözəl bir insanın yubiley yaşını qeyd eləməyiniz Respublikaya yayılacaq. Çünki tələbə auditoriyası sevir Elçin müəllimi. Müvəffəqiyyət arzulayıram, can sağlığı arzulayıram, xoş qədəmli olsun bu tədbirlərin sayı getdikcə çox sağ olun. Bunlara ham davam edəcək, amma bayaq Elçin müəllimin kitabını vərəmliyə yüksəl vətən şeirinin bir girişini, bir çıxışını oxumaq istəyirəm. Mənə məsələn, olduqca xoş təsir vardır. Bir detalını. Torpağına baş qoyaram, daşın üstə daş qoyaram. Səninlə yoldaş olam, əziz vətən. Çox adi sətirlər, amma vətənlə yoldaş olmaq görür nə gözəl ifadə. Ya axırıncı məndə baxın, Elçin alar qadasını, sevər ata anasını, istər cavan hocasını, sən hər zaman yüksəlir. Bu xarakterik misralardır, böyle yüksək məcazlar yoxdur, şairlərə xas vərdiş elədiyimiz söz oyunları yoxdur, qəribə bir duruq var. Mənə elə gəldi ki, Elçin Sərinin poeziyasının məziyyətlərindən biri də budur, buna davam edir. Bu xarakterindən mənə gəlir və Elçin özünə sahib. Günalar xanım, buyurun, sizə eşidir. Herkese salamlayıram. Ben buraya Elnur oğlunun karşısına gelmişim. Ve o da Sura kendinden necə ki, Elçin Sərli, gözəl şairimiz Elnur olur və Neftçalanın adından, onların yazarların adından Elçin müəllimin yubileyi və kitabı münasibətilə təbrik edirəm. Uğurlar arzulayıram onlara, can sağlığı, uzun ömür arzulayıram. Və özüm də deyirəm ki, bu torpaqda çiçəyə dönən, cənnətdə bəyə dönən, sinəmizdə ürəyə dönən, şəhidlərimizin də məkanı cənnət olsun. Onun kitabını gördüm, şəhidlər haqqında yazdığını. Ona görə və şəhid analarının əllərindən öpürəm, qazilərimizin, Azərbaycan xalqının və bu gözəl günləri bizlərə bəxş edən ordumuzun, zabitlərimizin, əskərlərimizin və Müzəffər Ali Baş Komandanımızın Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm ki, bu gözəl günləri bizlərə bəxş edibdir. Biz onların sayəsində bu günləri yaşayırıq, yaradırıq. Məsud ruhumuz uçdu göylərə, Tanrı ağışına aldı sizləri. Ən gözəl istəkli mələklər kimi cənnət bağçasına saldı sizləri. Bilirəm, Məsud dindirfunuz, zəfər təntənəli devrandır bugün, Şuraya sancılıb vətən bayrağı, Qarabağım Azərbaycandır bugün. Qarabağım Azərbaycan deyən dilləriniz var olsun, Qarabağ, Türkiyənin, Qarabağ, bütün Turan yerlərinə məxsus olan bir diyarımızdır. Ona görə deyirəm ki, arkam hayanım olmaz, tabım, tabanım olmaz, olmasa canım olmaz. Ay mənim canım yaşar, Azərbaycanım yaşar. Yaşasın bütün Azərbaycan xalqı, sizlər, bizlər və hər birimiz. Deməli, artıq neçənci səsləndir. Elçin müəllim çağıran olan olur və öz doğma yurduna, torpağına, bağlılığını həm şehirlərində, həm də var, xüsusən bu səhərliyi ilə tutulmuşdur. Bu, həm poemalarında, həm şehirlər var, həm publisistika var, epizod yazılır. Amma bir şehrin bir bəndi, kitabın bir arxa üzrə vurulur, ürəyim bizdə hər var, hər qala, mən vurğunam hər yamaca, hər qala.
başdan başa qəlb oxşuyur Neftçala, doğma kəndinin görüşünə gəlmişəm. Məsələn, Güləşən burada bayaq dediyim Neftçinin öz doğma torpağına yurduna bağlılığı təzahürüdür. Buyurun, məsələn, Gülara xanım yuxarıda təzahür. Mən Hüseyni verdim, mən buradayım, mən orada sözləri oluyor. Mən boşluqda oldum anladım. Sözü verdik Mustafa Hanım. Mustafa Hanım buyurun sizdən. Elçin Bey'dir. Çok səmimi və adına verilir səmimi insanlarla. Elçin Bey'in neçə kitablarının təqdimatı olursun Qayıtda, Neftçalada, öz yaşadığı Surva kəndində biz orada iştirak eləmişik, kənd cəmaatı, məktəbdə oxuduğu məktəbin direktoruna qədər orada iştirak edirlər. Onun şehirleri yani hayatı şehirlerdir. Gördüğü, hayatta gördüğü ne var, o vardır. Hatta şehitler biten ömrü Nakçıvan'da kitap imza gününde onun təqdimatı geçirdi. Orada da çok güzel karşılanır. Elçin müəllim, size can sağlığı arzulayıram. Size uzun ömür, o yıl olsun, 100 yaşayasınız. Ben de bir şaire olduğum kimi, Elçin müəllimi 65 illik müziğiyle tebrik edip bir şey yazdım. Ötürdüm ömürden 65'i yola. Solmasın çiçekli gülzarım şair. Yarattığın sözlerden yenilmez kala, ucalsın Vüqarın elçin. Qaynar yaralıqdır təbiətin ilhamın. Sən şafsan, doğru söz, haqq özlərin. Olsun dar günündə xalqın, pənahın, gülsün təbiətin, Gülzarın elçin. Zülmətə nur saçan hər zaman şamın. Yığılsın şərninə, qohum, dost, tanış. Olsun 90 yaşın, olsun 100 yaşın. Var olsun əbədi İlqarın elçin. Barış bir tane çek de olur. Buyurun. Var. Adınlarından özüne sözlerini seçmelerine Birinci Elçin Səlimini təbrik edirəm 65 illiyinə. Günü gün olsun ki, onun 100 yaşını qeyd eləyək, şeirimdə də demişəm. Şairdə söz qalır. Bir vaxt olacaq, biz heç birimiz olmayacaq, amma o şeir qalacaq. O Rajdeствен'in bir sözü vardı, o 210 addım mavzaliye yazmıştı o şeiri. Bir gün olacak, hiç birimizde olmayacak ama o olacak diyor. Yani bu şeir elə şeydi ki, çok çətindir bunu yazmadan. Yazarıq, hamımız, mən də yazarım ama icazə versiniz bir şeir yazmışam onu okuyacağım. Ad gününe gelmişik, bugün şair dostumuz. Arzum bu da ad günün olsun 90, olsun 100. Şairler narahattır, daim yazan, yaradan. Kalem tutsan koluna, kuvvet versin yaradan. Şairlerin sıkmasın kitaplara, otağa. Şirin nəğmələr kimi konsun dilə, dodağa. Bu sənət dünyasında senin öz yerin olsun. Yaddaşlara həkk olan qoy bircə şeirin olsun. Demirəm ki, dəniz ol, ya da dərya dalğalan, yaxşı şeirdən ancaq, şairdən ancaq sözdür yadlarda qalan. Güzel. Ancaq o Yazıçılar Birliği'nin nümayəndəsi buradadır, siz də buradasınız. Bax bu,
Səlim müəllim getdi də, hayır, mən ona deyəcəkdim. Gərək belə tədbirlərin bir izi qalsın bir yerdə. Ya incəsəndə qəsində, ya ulduzda, ya ayrıca bunu bir balaca kitabça, belə deyilmi? Səlim müəllim burada intervyu verir, buraya ki. İntervyu versin. Yəni, bu yadda qalmaq üçün heç olmasa bir jurnalın bir səhifəsi. Hasır edirsən, ayrı yoldaşların yazılarını verəsən qısa-qısa. Belə. Çox sağ olun, uğur olsun, can sağlığı, 100 yaşını qeyd edir. Sağ olun. Sözü veririk Abdullah müəllimə. Abdullah müəllim, buyurun, söz sizdədir. Hər kəsi salamlayıram. Mən qələm sevdalı, dəyərli şair dostum Elçin Səlimliyə can sağlığı, xoşbəxtlik, saadət və yaradıcılıq yollarında uğurlar arzulayıram. 100 yaşın qeyd edək, əziz dost. Qoy həmişə hər günün və belə dostlar arasında keçsin, belə məclislərdə keçsin. Sağ olun, var olun, sağ olun. Allah razı olsun. Mən bayağı bir söz işlədim. 88-dən başlayan Vətən Savaşı bizim üçün 44 günlük müharibədə yekunlaşdı və biz onlar haqqında nə qədər yazsaq, qələbənimizə qazandıran haqqında nə qədər yazsaq, nə qədər danışsaq, yəni azdır bizim üzümüzü ağrıyanlar, bizə Xocalı faciəsini qisasına alanlar, məhz burada əyləşən qazi qardaşlarımızdır. Sizlə bir sözü, mən onlardan birinə verəm, Seyyidətən də buyursun. Salamlayıram hər birinizi, Metinəmi təbrik edirəm. Mən Sumqayıtlılar haqqında biraz məni açmayan sözlər oldu, amma mən Sumqayıtlıları təmsil edirəm sanki, amma ədəbi mühitdən deyiləm. Mən şəhid ailələrinə qayğı cəmiyyətini təmsil edirəm. Kitab mənə çox cəlb edib, baxmışam, oxumuşam. Mən bu dəvəti eşidəndə hətta bilirsiniz necədir, belə tədbirlərdə olmaq və bəri başına Elçin müəllim özü istəyir, mən çatdıra bilmədim, fəxri diploma hazırlamışdım təşkilatımızın adından. Bugün çatdıra bilmədim, sadəcə Bayram müəllim, mən gecikdim yəni, çatdıra bilmədim. Bunu mən söz verəcəm inşallah, təşkilatımızın adından, öz adımızdan. Uğurlu yaradıcılıq qələmi olan şəhidlərimizə həsr olunan çox sayılı tədbirlərdə oluruq, olmuşuq. Amma bugünkü gün səndən dedi, Kibəs Elçin müəllimin Neftçaladan olması, o mühit belə də olmalıydı, belə də olur və var, görürük təbiət baxımından. Mən təbrik edirəm sizin hər birinizi, qələm dostunuz haqqında çox yaxşı fikirlər söylədiniz, fikirlər dediniz. Mən də qoşuluram həmin təbriklərə, amma şəxsən əlbəəl diplomu mən sizə verəcəm inşallah. Təşəkkür edirəm. Çünki kitab çox uğurludur və mən onu inşallah aparacam, öz cəmiyyətimizə də təbrik edəcəm. Təşəkkür edirəm. Elçin müəllim, mənim fikrim və diqqətim sizdədir. Mənim Elçin müəllimi tanıdığım bir şəxsdir, gözəl bir ziyalımızdır. Əsli Neftçaladan. Neftçalada mənim döyüş yoldaşlarım var, iki şəhidlər var, Zeynol Bazar. 94-cü ildə mənim eyni bir səngərdə olmuşum, şəhid oldu. Demək istədiyim odur ki, siz şəhidlər o zaman unudulur ki, yoldaşlar. Şəhidlər o zaman unudulur ki, onu yaddan çıxırmalı. Bəli, şəhidləri yaşadan yazmaq, belə kitablarda çap elətdirmək, onlar yaşayırlar. Çox sağ ol. Burada eyni zamanda baxdım şəhidimizin haqqında burada bəli, fikirlərinizi söylürsünüz, onun həyat yolları haqqında gedibdir. Allah cəmi şəhidlərimizin ruhunu şad versin, o dünyasını versin. Allah sizlərə can sağlığı, uzun ömür versin ki, belə bizim qardaşlarımız belə bir kitablar təqdim edirsin. Bizim burada vətən müharibəsi iştirakçılarının burada olmaqda ən əsas səbəbi odur ki, sizlərlə bir arada bizim şəhidləri unutmasın, bizim şəhidləri yad edəsin. Allah hər birinizə can sağlığı, uzun ömür versin. Çox sağ olun, şəhidlərimiz. Ən böyük sözü də bizim şəhidlərimizdir.
biz nə qədər hansı səviyyədə yazsaq da, onların o yazdığı tarixin bir parçasını yaza bilməlik, böyüyük. Amma bizim borcumuz hər zaman xatırlamaq, bu iradımızda qəbul edirik. Nəriman müəllimə söz verilir, Nəriman müəllim buyursun. Bir daha salam aleyküm, hər vaxtınız xeyir olsun. Elçin müəllim, xanımlar, cənablar, xoş gördük. Elçin müəllim, mən bugün bu tədbirlərdə olmuşsam, ancaq çox mənim olmamışsam, tək hallarda gəlmişəm, olmuşam burada. Çox təbrik edirəm sizi yazdığınızı tutardınız. O gün olsun ki, bu qızıl qələminiz heç vaxt əldən düşməsin. Daimi həmişə yazarsınız bu Qarabağ qazilərdən, veteranlardan, şəhid ailələrdən. Özüm şəxsən mən özüm 91-92 ildə döyüşmüşəm, 2020-də döyüşmüşəm, 44-cü ilk döyüşüm olubda Əfqanistanda, 3 dəfə mən döyüşlərdə olmuşam. Özüm də olmuşam komandir. Sovet dövründə mən məktəb illərində oxuyan zamanı bəlkə sizin yadınızda gələrdi ki, xatirə dəftəri tutardıq, yazardıq seyir. O xatirə dəftəri mən indiyənə kimi saxlayıram. O ki, mən döyüşə getdim, Qarabağda, Əfqanistan, bu halda. Bir də bu yaddaş məndə getdi, çox yazmışdım. Yazdıqlarım da çox idi. Həmin o xatirə dəftərlərdə saxlayıram, yazıcaq kimi. İndi hər halda bu səfiyyədə bilmirəm, yaddaşım yoxdur. Gedib gəldim. Bir daha təbrik edirəm. Sad olaraq ki, belə yaratdıqlarım həmişə daim olsun. 65 ilində təbrik edirəm. Həmişə maraqlı şeylərimlə özəl bir aula yaradan və Azərbaycan ədəbiyyatında tənqidçi kimi, doktorluq kimi öz yeri olan Aydın müəllim burdadır, Aydın xanım. Aydın müəllim buyurun. Sizin müəllim gözləmirdi. Keçmər təbrik edirəm, mübarək olsun. Bilirsiniz ki, son vaxtda cəmiyyətimizdə müxtəlif sahələrdə insanlar özləri üçün yükləyirlər, keçirdirlər, tədbirlər keçirdirlər. Təsvir olsun ki, biz yazı pozu adamlarını bir yerə yığa bilirik və bir böyük problemimiz də odur ki, əslində Azərbaycanda yazanlar həm də oxuculardır. Biz oxucu tapa bilmirik. Biz öz enerjimizi, yəni şair, yazıcı olaraq, burada söhbət yalnız Elçin bəylə getmir, hamımıza gedir. Öz enerjimizi, müsbət enerjimizi, auramızı ötürə bilirik. Dolayısıyla əslində biraz bunun bir digər tərəfi də var, o da nədir? Müharibədə yadınıza gəlirsə, bizim cavan uşaqlarımız ancaq meyxana və şeir deməklə, mahnı oxumaqla, yəni sözü silahla birləşdirməklə qazanırlar. Və illərdir ki, burada Yazıçılar Birliyində keçirilən tədbirlərin ən böyüyü o da məhz ona xidmət edir. Yəni biz yeni nəsli hazırlayırdıq ki, Qarabağı Azərbaycanlaşdırsınlar və s. Bu baxımdan da bugün Elçin müəllim həm Neftçalar deyirlər, Neftçalar Cənub tərəfidir, həm də Neftçalar biraz unudulmuş yeridir, bilirsiniz də. Neftçaların ruhunu, nəfəsini bizə çatdırmağa xüsusi xidmətləri var, buna görə onlara təşəkkür edirəm. Mən təsərrüfən keçəndə eşitdim ki, sizin tədbirinizdir. Dedim, verilişdə arası biraz vaxtım vardı, gəlim, mütləq öz ürək sözümü deyim, öz təbrikimi çatdırım. Görə burada diplomlar da var. 65 il az ömür deyil. 65 ildə keçmişdə biz ağsaqqal kimi baxırdıq. Amma BMT deyir ki, yox, 65 il əslində cavanlığın bir dövrüdür. Kim əgər 100'e yaşamırsa, o onun öz problemidir. Mesela bizim gözəl şairimiz Balaya Sadiq bir dəfə o dünyanı gördü, gəldi. O deyir ki, 100% 100 keçməliyik. Yəni, bu mənada bizdə şeir, ədəbiyyat və ruhumuzu təmizləyən söz, düşüncə kömək edir. Ona görə də başda Elçin müəllim olmaq şərtilə bütün yazı pozu adamlarını təbrik edirik və çox xahiş edirik. Hər yazı pozu adamı heç olmasa 3 oxucu da formalaşdırsa, öz dalınca ədəbiyyata gətirə bilsə, çox böyük uğur qazanmış olar. Təşəkkür ederim Elçin müəllim. Herkese salamlayıram, dostlar, aziz bacı kardeşlerim. Hoş gelmişsiniz Elçin Bey'in bir efendim kitablarının təqdimatıdır.
Elçinlərimin qarşımda bir iki dənə böyük kitabları var, əsəri var. Şəhidliklə bitənilmir və görüşünə gəlmişəm. Mən özlüyümdə insan ömrünü uşaqlıq, gənclik, bəzən də gəncliyin arasından sonra başlayırlar, payız ömrü deyirlər. Amma mən elə Elçin müəllimin bu 65 illiyini elə bahar ömrü deyirəm. Bahar ömrü kimi qiymətləndirirəm. Hələ payız ömrünə 80-dən sonradır. Allah Elçin müəllimə can sağlığı versin və onun belə ilhamla yazıb yaratdığı, gənclik həvəsiylə yazıb yaratdığı bir şeirini sizə təşəkkür edəcəm. Və mən çox istəyərdim ki, burada toplaşın şair dostlarımız, bacı qardaşlarımız hər biri Elçin müəllimin kitabından şeir söyləsinlər. Yəni o bir yazılsın, tarixdə qalsın. Belə, gözəl deyil, söz dağılsın, sevgimin uca dağı sanır. Mən qəlbim bayağısan, gəl canım, yaxma, gəl canımı, yaxma belə. Elçin çəkildi. Nə baxırsan maral kimi, ürküdülmüş tural kimi, göz oxşayan maral kimi, gəl çağlayıb, axma belə. Şükür olsun sənə Xuda, yaradıb salmısan orada. Kaş elçini salayada, hər qıyğacı, baxma belə. Gənclik eşqiylə yazıb yaradan elçinlərimə bugün də can sağlığı, uğurlar arzulayıram. Son adamları insanın mənəvi və ruhi müqayisələridir. Qəlbimizdə fiziki sağlamlığının keşiyində durur. Tərkibimizdə o iki missiyanı bilinən yerinə yetirən bir xanım əyləşir. Nigar xanım buradadır, söz Nigar xanımdadır. Nigar xanım buyursun, özlər sözləri etsin. Nigar xanım. Peki, mənə deyirsiniz? Nigar deyil. Hamını salamlayıram. Məni bura Bayram müəllim dəvət edib, çox sağ olsun. Yəni mən bizim şairlərimizi, bizim yazarlarımızı o qədər çox tanımıram, çünki mən 20 il xaricdə işləmişəm. Bir ildir belə qayıtmışam. Çox istəyirəm ki, tanıyayım. Çox sağ olsun Bayram müəllim mənə dəvət elədi. Bizim gözəl şairlərimizi, bizim yazıçılarımızı yavaş-yavaş başlayıram tanımağa. Və nə demək istəyirəm, Elçin müəllimə bugün birinci ad günü mübarək eləmək istəyirəm. Onu demək istəyirəm ki, müasir dövrdə 65 yaş artıq, yəni bir qocalıq bir şey deyil. Bu, orta yaş sayılır. Orta yaş sayılır. Yəni, təqribən 90'a çatmış, 90 yaşından sonra, yəni artıq qoca olur belə. Yəni, bu orta yaşdır, ona görə ən gözəl bu saat onun yaşıdır, bu saat yazmaq, yaratmaq. Və görürəm ki, onun mövzuları da çox gözəldir. Bu saat yəni bizim şəhidlərdən yazır və bu ən əsas mənə hesab edirəm ki, mövzudur və bütün şairlər, yazarlar mütləq yəni bu mövzuya müraciət etməlilər və yazıb yazmaq, çox yazmaq var bu mövzuda. Məndə özümdə də var, mən 3 dildə yazıram, Azərbaycan dilində yazıram, xarici mətbuatda məni çox tanıyırlar, Azərbaycanda çox demək olar ki, tanıyırlar, biraz tanıyırlar. Bütün yəni xarici mətbuatlarda, jurnallarda, bütün ölkələrdə mən dərc oluram, İngiliz dilində, hərdən Rus dilində, nadir hallarda da hərdən olur belə, yəni konkurs dillərdə olar. Yəni burada Azərbaycan dilində də yazmışam. Sonra nə demək istəyirdim? Yəni bu mövzuya müraciət etmək lazımdır və məndə də belə şeylər var. Ona görə çox sağ olsun İlçin müəllim. Yəni bu mövzuya çox gözəl, yəni dərindən toxunub, gözəl əsərlər yaradıb, yəni gözəl şeirlər yazıb və bundan sonra da yəni onun fəaliyyətində çox müvəffəqiyyətlər arzulayıram, can sağlığı diliyorum. Çox sağ olun.
Söz bayram olur. Hər birinizi bir daha salamlayıram. Hər birinizi xoş gördük. Səhər tezdən elçinə zəng vurmuşam. Onun bugünkü 65 yaşını təbrik eləmişəm və elçinə deyirəm, elçin, bir-birimizə deyirik 100 yaşa. Amma mən sənə 100 yaşa demirəm. 100 yaşa nöqtə. Oradan o ana icazə verilmir elə olanda. Mən deyirəm, elçin, sən 100'ü aşırasan. İndi... Ay sağ olun. Eşq olsun, hər birinizə onu arzulayıram. Bax, bu Kur'an eşidən hər kəsə onu arzulayıram ki, 100'ü aşırasın. Bu doğrudan səmni qəlbdən. Yəni bu reddi sözdür, amma aşırmaq nədir? Onu aşır kesin, 100'ü kesin. Çünki mənim 1860-cı ildə ulu babamı mən 8 yaşıma qədər görmüşəm. Mən də 1960-cı ilə 100 yaş məndən böyük olan şəxsi. Sənin də nəvə nəticələrinə onu arz edirəm, hər biriniz arz edirəm. Bugün bura mən əli boş gəlməmişəm. Məni Alpa dəmir yumruq özlərinə belə deyək, üz seçdilər və Ülviyə xanım o uşağı səsini də atmışam, elçin bilir. Uşağı xəstə olduğuna görə büyük iştirak eləyə bilmir. Mən onun ardından gəlib elçi bəyi oradan təbrik eləmək istəyirəm. Fotolarınızı hazırlayın. Kaçmak yüzün nişanesi ya. Kaç. Kaçmak yüzün nişanesi. Bu yaşayacak. Bu Elçin Selmiye. Elçin Selmiye. Onu görüyorsunuz. Bu da onun diplomu öz şəklinlə. Şəkildə. Təbrik edirəm səni. Burada oturanların hər biri Elçin qədər mənə əzizdir, onu biləsiniz. Eşq olsun hər birimdə. Sağ olun. Sağ olun. Elçin müəllim deyəndə tamam olur. Sözü sizi mən inanmadım. Dedim Elçin müəllimə göstərdi verirsinizlər çox. Amma maşallah olsun ki, Elçin müəllim 65 yaşında, gözlü yaşına gəlib çatır. Mən Elçin müəllimlərdir ki, burada dostlarımız var. Söz bir zamanları sizlərdən yolu verir. Hamıya söz verəcək, hamı tanışacaq. Atatürk, arada sən yerine düş. Yarar da artık bir dönüş. Ben bu dönüş yarar. Bugün güzel bir meclise Elçin müəllimin kitap təqdimatına gəlmişik. Elkumansınız, yoksa geçen saçımıza saldınız da. Düşün ömür təqvimindən itən illər, ötən illər. Elçin müəllim, təbrik edirik sizi. İcazə verin, sizin haqqınızda bir iki söz yazmışam. Dedim ki, çok yazmadım ki. Deyərlər ki, çok danışırsın. Çok yazmışsın, birlikte verək yazmışsın. Dünya şart kalır. Gerek durmaşanda elməyin çaresini taplayasın. O ise toplayıp çıkan dünyanın karanlıkta aktarılan ışığı sözü zülmət dikini çıxa-çıxa aktarır. Bu dünyada çok şey itebilir. Ama yaşanan hayat hadisesiyle söz hiç vaxt bitmez. Şair Elçin Selmi deyir ki, yaşadım alovum odun içinde, ot tutup alıştım yanım içinde, böylece ölçüde, belə biçimde, bəli, sözle sirdaşlık etmeye ümidi sabaha dikmez. Söz, saflıqda ülviyyət, dinclikdə hürriyyətdir. Gərək sözü elə deyəsən ki, qadada qanını, şöhrətdə bax belə, şanını boruyor. Belə dostları, sədaqətli dostları bir elanla buraya, sözü bu ağırlaşdırmaya, Yazışlar Birliği'nin bu möhtəşəm binasına söz dilərlə, kitaplarla gəlməyi bacarırsın. Dağın sevgisi bulutdan olar.
Şairin sevgisi sözdən olar. Elçin Səlimli saflıq axınında böyüyən söz adamıdır. Salamat ürəklə sözünü deklarasiya edən, həyatın sarılan ümidinə də su verib böyətməyi bacarır. Elçin Səlimli göyün ölçüsünə düz gəlməyən sözləri yerdə nəzmə düzür, mənim üçün də bir şeir yazır. Dost qardaşım Bayram Aşıqlıya o şeiri göndərdi. Dedi ki, bu şeirə Elçin bəy ürəyini qoyub yazıb. Mən o şeirə görə sizə təşəkkür edirəm Elçin mənim. Şeirə, sözə gül olan başlar heç vaxt əyilməz. Ruhunuzu körpülərdən azlatmamayın. Boşluğa düşməyən salamımız ünsiyyətimizi itirməsin. Sözlərimiz sarmaşıq çiçəyi bitirən qadınlar kimi həmişə yaddaş möhkəmləndirsin. Söz adamlarının evi millətin güman yeridir. Gümanınız dahilikdən gələn sələm kimi tarixdən tarixə daşınsın. Yaşa! Söz Nəcibə xanımlarıdır, Nəcibə xanım. Herkes gelsin, bizim de ziyaretlerimiz, şahitlerimiz, şahitlerimiz, gazilerimizi salamlayıram, hoş gelmişsiniz. Sizlerin, sizler bir şekilde kendinizi arka münasebetiyle içinizde müşterikleştirme kitabını tercümat olarak verdik. Bizim yaralı yerimiz, şehitlerimizle bugün bizi kazandıran 1988 yılında bugün açımızdan şehitlerimizin karşısında başarılı. Bütün gelip yarımlanan gazilerimize şahit edirəm. Rəşadətli ordumuza, İlham Əliyev cənablarına güc qüvvət edirəm. Bir daha şəhid olmasın, bir daha alim olmasın, bir daha şəhid anası olmasın. Yaşasın bütün Azərbaycanımız, yaşasın xalqımız, yaşasın prezidentimiz. İlham Əliyev cənabları, bilmədiyimiz, bəli, yaşasın Müslüman. Nə xoş mənə ki, həm şahidlərin yanındayam, həm də Azərbaycan dilində şəhidlərin yardım və bunların müdafiəsi ictimai dövrümüzdə 1990 ildən işləyirəm, Qadınlar Şurasını sədriyəm, Millət Balaya müəllimin yanındayım, jurnalın əbədi, bədii jurnalımızın direktoru Balaya Sanıqlar Allah'ına şəhid edirəm, Allah can sağlığı versin ki, bizi görürəm, sərmənlərdə, həm şəhidlərlə, uğurlarınız bol olsun, Allah sizi qorusun. Elçin ben. Olan Şimdi zaten ben koydum. Şehirler hakkında bir şey diyerdim. Bizim kitabın esasında ben hala diyelimse şehirler de oradadır. Biz güzel bir aile yaşıyoruz, güzel bir dönemde yaşıyoruz. Bize zafer kazanılan biz şehirlerimiz. Allah cəmi şəhətlərdə bir daha rəhmət edəsin. Unutmayaq, mənim xalqım, bayrağına, torpağına, öz qanına darxanları unutmayaq. Tək Allahın izni ilə, əhliliklə, məşhur olun, şəhadətə yüksələrək, çatanları unutmayaq. Hər insana qismət olun, şəhidlik zirvəsində də tarix yazıb iz qoydular, bayraq sancaq aşağıda, açılmamış bir gül kimi, vaxtsız olan bu dünyada arzuları zaman da var. Zamanları unutmayaq. Haqq üçün haqq deyib, haqq yolunda, haqqdan tutun. Bayraq üçün, torpaq üçün, alqan, qandan keçən, bizlər üçün düşünmədən, göz yummadan, candan keçən bu müqəddəs torpaqda yaxınları unutmayaq. Bəli, əziz şairlərimiz, əziz ziyalılarımız, bugün bizim Elçin müəllimdə şəhidlərimizi unutmayız. Bir daha təbrik edirəm. Allah sizə can sağlığı versin, sizin ömrünüzü. Şəhidlərimizin ruhuna bayrağı düşür, vətənimizin bayrağı yüksəyləyən, bir boyu torpağını gözlən şəhidlərimizin ruhuna salam olsun. Çox sağ olun, təşəkkür edirəm. Azərbaycan gözəl məmləkətdir və məmləkətimizin o başı bu başı yoxdur. Sevginin isə ucu bucağı yoxdur. Tədbirimizdə bizim Lətibələr diyarından kanallarımız var. Azərbaycanımızın dilini, özündən saxlayan, yaşanan gözəl şəklimizdən iki xanım qonağımız var. Mən sözü onlara vermək istəyirəm. Kərim xanım, buyurun.
Elçilərini təbrik edirəm. Can sağlığı arzu edirəm. Yalnız deyil, 65 yaş, amma Nargis və 40 yaş bebeği var. Maşallah, maşallah. O qədər o qədər aktiv insansınız ki, yaradıcı, həm yaradıcılıqda, həm dostluqda çox yaxşı, çox mehriban, çox hörmətli bir qardaşsınız. Allah sizi doğrusun. Həm də çox ədəblisiniz. Dünyada ən zəngin insan mənə elə gəlir ki, ədəbli insandır. Ədəbli insanın dostu da çox olur. Hörməti də çox olur. Hörməti çox olan insanın dostu çox olur. Dostu çox olmaq, yağlı olmaqdan da çox iləri gəlmir. Maddi tərəfdən zəngin olmaqdan da iləri gəlmir. Əsas ədəbli insanın hörməti çox olur. Sizə uzun ömürdən sağlığı arzu edirəm. Yeni yaradıcılıqlar arzu edirəm. Hər işinizdə həmişə belə yaxşı dostlar yanında olasınız. Həmişə belə gümrah olasınız. Həmişə belə hörmətli olasınız. Bu dostlarımıza da can sağlığı arzu edirəm. Sağ olun. Çox sağ olun. Ben size teşekkür ederim. Sevgili Hanım, yeni de bu meclisinde devlet organizasyon Cemil Hanım'a teşekkür ederim. Bir grubunda olmadan, yarı burada olmamla göre hamınıza teşekkür ederim. Elçinlerimiz size sarman DNA'lı ömür arzu ediyorum. Elçinlerim. Size sarman DNA'lı ömür arzu ediyorum. Dostları çok zor maşallah olsun. Bülent müəllim buradandır, Bülent müəllimə söz verirəm. Təbii ki, Bülent var kimsin. Biraz nasazlıq, xəstə gəlmişim buna. Burada çoxların əksəriyyətsiz məni tanıyırsın. Yəni ki, Pista xanım, Alayanları ilə tanıyırlar. Bayramdır. Mən şeir qrafiksiyəm, mən özüm də energetikəm. Hal-hazırda Azər işıqda işləyirəm. Səni təbrik edirəm, qardaşım. Allah sizin canınızı sağ eləsin. Pista xanım dəqiq mənə tanıyırsın, Əbdüləl Əzimov. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Mən də bir şeiri səsləndirmişəm, yəqin səhvlidir sizin şeir. Onu mən qoşun qulaqsına gələm. İmkan var, zəhmət olsun. Sakit bir de zahmet olmasın.
Эльчин Налим, вы поэт с большой буквы. Я просто преклоняюсь перед вами. Я очень рада, что вы, и благодарю, что вы меня сегодня пригласили. Для меня это большая честь. Я вам хочу сказать большое вам спасибо за ваши книги, за ваше перо, которое не только согревает наши души, просто пробивает наше сердце. И вижу, я чувствую вашу душу и ваше сердце открытое. Поэтому я вас еще раз поздравляю. Оставайтесь всегда таким. Вам удачи в поэзии. И пускай ваше перо никогда не останавливается. Пишет и пишет, и только радует нас. Еще раз от всего сердца я вас хочу поздравить. Здоровья самое главное и удачи вам. Mən də burada bütün təbriklərə qoşuluram Elçin müəllimi. Mən bu gözəl yurd kollektivindən tanıyıram. Çox gözəl insandır, çox gözəl şeirlər yazır. Hələ bir dənə də şeir gözümə sataşıb, icazənizlə oxuyum. Bu gecə bir daha məni arama, məlhəm deyilsənsə əgər yarama, ağlayıb gecənin bağrını yarma. Mürgülü xatirəm yuxulu qalsın. Getmir xəyalın gözüm önündən, bilmirəm nə ala bilirsən məndən, sevgilim təvəqqə edirəm səndən, bıraq bu xatirələr qoxulu qalsın. Axtarıb bir daha özünü üzmə, dediyim sözlərə dodaqda büzmə, daha ağrıları sinənə gəzmə, ördüyün çələng də qoxulu qalsın. Gəl düşmə sözündən qorxu təlaşa, bıraq xəyalımla məni baş-başa, əgər dəymirəmsə sənin üçün xoşa, qoy bu eşq mənim üçün qoxulu qalsın. Təbrik edirəm, çox gözəl. Bizim saz və söz diyaloğunun məclisimizdə iştirak edir. Saray Naylı. Saday Qazaxlı. Saz söz diyaloğunun Əvvəla hamınızı salamlayıram bu gözəl tədbirdə. Gözəl tədbirə xoş gəlibsiniz və hamınıza Elçin qardaşımızın bugün həm 65 illik yubileyi, həm də kitab təqdimatı mərasiminə yığılmışıq. Çox gözəl bir məclis, çox gözəl bir təşəbbüs. Allah Elçin qardaşımızı sağ eləsin. Elçinə 65'in inşallah bu 100 olmasını arzuluyuram. Və bol yaradıcılıq uğurları. Elçin qardaşımız gözəl şairdir. Yəni bunu hər birimiz tanıyırıq. Yəni hər bir qələm dostumuz bunu çox gözəl bilir. Yəni əlavə mübaliğəli danışmağa ehtiyac duymuram. Yenə deyirəm, təbrik edirəm Elçini və özünün yazdığı bir şeirini səsləndirmək istəyərdim mən. Hələ arzuların çiçək vaxtıdır. Yolumu yarıda qoymağa dünya, təzə tər qonçanın ləçək vaxtıdır. Gidib ürəyimi öymə a dünya. Ömrü yaşamışam, çox yana-yana. Gəl şair könlümü döndər məqana, belə haqsızlığa, şərə, böhtana, uyma gəl bu qədər, uyma a dünya. Yenicə doğulmuş körpə kimiyəm, sevdalar keçməyən körpü kimiyəm. Yaxşı bax, həyatda gör ki kimiyəm. Yaxşı bax, həyatın gör ki kimiyəm, qıyma gəl Elçinə, qıyma a dünya. Allah sənə qıymasın Elçinə. Allah səni var eləsin, ömrün uzun olsun. Bir daha sağ uğurlar arzulayıram. Elçin müəllimin tədbirinə məni dəvət edib Elza xanıma təşəkkür edirəm. Çox sağ olun. Burada bütün həmkarlarımı salamlayıram, hamınızı xoş gördük.
Mən də yazıcı, Mehriban, Sözələ mükafatçısı. Mən də publisist yazıcı sizi görüyorum. Gördüm sizi yazılarınızla eyni ilə mənim yazılarımın mənzili. Siz də Sözələ mükafatçısısınız. Yazıçılar Birliği'nin üzvüsünüz. Saytda bakarsınız videoya. Yaradıcılığınızı təbrik edirəm. Saytda olacaq. Bir yazıcıya nə arzulayırlar, uğurlar arzulayırlar yazılarında, kitablarında. Mən də sizə uğurlar arzulayıram, gözəl həyat arzulayıram. Əsl həyat bundan sonra başlayır. İnsan 60 yaşdan, 50 yaşdan sonra başa düşür ki, həyat nədir. Orada belə gəlir, keçir ömür, heç xəbər tutmur. Amma ondan sonra düşünür, haradasa səhvlər eləyib, onları düzəlsin. Haradasa nə etmək lazımdır, onu etsin. Ona görə mən sizə gözəl həyat arzulayıram. Düşünməyə yaxşı vaxt tapasınız, ömrünüz uzun olsun. Gözəl ömür arzulayıram. Məclisimizdə Rafid müəllimin iştirakını Teşekkür ederim. Sağ olun, çok sağ olun. Ey Kışan, ey dostlarımı salamlayacağım. Resimlerimde 65 metre başı, 70 olsun, 75 olsun, 80 olsun, 85 olsun, 100 olsun. Ve ardı desem, hem de yaratıcılıkta oluyor. Hem de kelime bir güzel sözü var ki, insan kəsdi ölçü, özündən sonra yaxşı ölüm edir. İnsan o kəsdi ki, özündən sonra yaxşı əməl qoyur keçsin. İnsanlar öz əməli ilə ad qazanır, şöhrət qazanır. Biz bu dünyada bir mehmanıq. Bugün varıq, sabah yox. Amma bizi yaşadan nə deyirlər, igid ölər, adı qalır. Şairlər sözü qalır. Mən istəyirəm ki, bizi yaşadan sözü qalsın. Tarixdə bir söz bizim və varislərimiz üçün bəs edir. Onlar başlayıb gəzərlər ki, həyatlar kesinlə resimlərlə başlayır. Bir daha sağ olun, arzulayıram. Gözəl həyat və yükleyləri arzulayıb edəcəyiz. Mən herkese salamlayıram. Mən də herkesin selamını təbrik edirəm. Həm bugün yükleyinə, hem de kitap yazılmasına göre. Bütün burada yazarlara gelenlerin olsun, sizin yollarınızdan sıklar olurdu olsun. Şiirlerden okumadım ama böyle baktım. Öz şiirlerden bir deyirəm ki, Akgün'ün münasibətilə sevincin kədərini üstüne atarsın, xoşbəxtlikdən ürəyinin yerindən qoparsın. Bax, bu dostlar bu məclisdə atarsın, təbrik söyləyib səni verəcəm. Hər biriniz sən. Ramazan müəllim, Ramazan Su gücü, yol böyüdü deyirlər. Evi yox. Mən həyatda çox bəd bir insan olsa da, amma belə şən ruhiyəli insanam. Qardaşım, bu geçən vaxtlarda səni tanıyan çox gözəl bir dostsan, sən həm vəfalı bir dostsan. Sənə hörmətin çox böyükdür. Çox yerlərdə oturub durmuşuq, sənin düşüncələrinə bələdəm. Və 65 yaşında təbrik edirəm. Allah təala sənə can sağlığı versin. Yaradıcılığında ən böyük nailiyyətlərə çatar. Yaşasın bizimkilər. Yaşasın sən Sağ olun, çok teşekkür ederim. Elçin müəllim, mən də sizi sevib, bura toplar, sizə xoş sözlərini bildirəm. Bütün qonaqlarınızı salamlayıram. Yəni, sizə çatacaq, yəni tərtib olunacaq hədiyyələr vermədən öncə bir-iki kəlmə mən də müşahidələrimlə öz fikirlərimi bildirmək istəyirəm. Bugün təbriklər çox oldu. Sizin bugün ad gününüz olduğundan illəriniz sadalandı.
Ancaq 65 deyilir. Mən düşünürəm ki, ümumiyyətlə bioloji illərimiz bu elə vacib faktorlar deyil. O önəm daşımır. Amma sizi müşahidə edəndə mən sizi 15 yaşında orta məktəbdə olan bir şagird kimi gördüm. O qədər belə həm həyəcanlı, həm məsuliyyətli, sanki imtahana daxil olacaqsınız, hesabat verəcəksiniz. Bu da sizin doğrudan da çox məsuliyyətli insan olmağınızdan, diqqətçiliyinizdən yəni xəbər verir. Ona görə də mən düşünürəm ki, əgər sizdə hələ o 15 illər, o həyəcan, o məsuliyyət qalıbsa, gözəl bir şeiriniz səsləndirdi. Yəni elə bir şeiri yazan bir şairimiz Bayram müəllim demişkən, yüzü oyana aşıracaqdır. Yəni bunu başqa cür yaşamağa ixtiyarınız yoxdur. Və mən istəyirəm ki, və mənə həvalə çatdırım. Oyunu kəs. Azərbaycan Kabablayır. Hala burada gece bize bakmıyor. Şu pendiri koyun yanara bak. Orada çoğuluyor, oradan durmamak. Araşdırma Mərkəzi tərəfindən Dahi Şəxsiyyət Heydər Əliyevin 100-illiyi Yükley münasibəti ilə təsis olunan fəxri fərmanı Heydər Əliyev fərmanı çevrəşi idi, yəni və Heydər Əliyev 101 medalı da sizin üçün sizə vermək şərəfinə nail olduğuma görə bəli. Halal olsun. Çakısı burada. Çakısı burada. Yeni şehirde durur ki Halal olsun. Vermişler, geldi tədbirimizin sonlarına. Söz demək istəyən, sözümüzdən yayılan, söz demək istəyən varsa buyursun. O xanım qalıb orada, bağışlayın, buyursun. Əvvəla mən Fərqanə xanım, sevimli, yəni Qarabağlıyam, əslən Füzulidənəm. Həkəri qəzetinin müxbiri, yazarı, bir çox kitabların müəllifiyəm, yəni bir 4-5 kitabım tutub. Şairəliyim də var, müəllimi də tanıdım Facebookdan, mən də Bayram müəllim dəvət edib, çox sağ olsun. Bilirsiniz necədir, şəhidlərdən yazmaq elə bir ki, həyatın dərinliyinə girirsən, dərinliyindən çıxırsan. Yəni şairliyin başqa, şəhidlərdən yazmaq başqa. Mən də şəhidlərdən yazmışam kitab, öz Qarabağımdan. Yəni biraz həyəcanlıyam, bağışlayın, belə tədbirlərdə iştirak eləmişəm, amma danışmamışam. Bu müəllimi mən o şəhidlər kitabından sonra sevdim. Necə yəni sevdim? Mən əslən elə Füzulidənəm, o şəhidlərdən yazanda elə bilirəm ki, dünya mənimdir yəni. Şairlərin yaradıcılığına uzun ömür, can sağlığı arzulayıram, yaradıcılıqlarında uğurlar arzulayıram. Yəni bağışlayın da biraz həyəcanım, Allah can sağlığı versin, uzun ömür versin. Mən də yazmışam, o şəkilləri də çəkdim, qəzetimizdə təqdim edəcəm inşallah. Yəni hamı yaza bilər şeir, amma şəhidlərdən heç kəs yaza bilməz. Çünki şəhidlər əbədi dastan kimi həyatımıza girib, yəni. Şəhidlərsiz dünya şəhidlərlə bağlıdır da, dövlət tarixçiliyimizdən. Ramiz Mehdiyevə deyiblər ki, Ramiz Mehdiyev hamıya deyib ki, qoy o bir aforizm kimi deyib. Heç kəs şeir yazmasın, ictimai işlərlə məşğul olsun. Təəssüflər olsun ki, o başı batdı, fəxri fərmanları da getdi. Amma şairlərimiz daim yaşayır. Yəni bu şairlərin əbədi yaşamasından ötürü, onların yaradıcılığına, uğurlarına sevinirik bir şairə kimi, yəni bir yazar kimi. Amma Ramiz Mehdiyevin başı əbədi batdı. Mən siyasətçiyəm, siyasətlə də məşğul oluram yəni. Bu sözlərimi deyə bilirsiniz ki, çox sağ olun. Sağ ol. Sağ ol. Tak.
Sakit bir dəqiqə, bir dəqiqə. Etməsin tək vətənindən dünyada cüda. Qorxma, sönməz bu şəhərlərdə üzən, al sancaq, sönmədən yolumuzun üstündə yanan ən son olacaq. O mənim millətimin ulduzudur, parlayacaq. O mənimdir, o mənim millətimin qancaq. Biz gözləyirik qabaqda gözəl günləri. Gözəl illərimiz, gözəl günlər bizə qazandıran şəhidlərimizə rəhmət olsun. Rəhmət deyil, mən heç vaxt rəhmət deyirəm, məqamları uca olsun şəhidlərimizin deyirəm. Yəni onlar heç vaxt bizim yadımızdan çıxan deyil, sağ olsun Elçin də bu gün şəhidlərimizin anılmasında çox böyük kömək. Yəni hamı şair ola bilər, amma vətənpərvər şair ola bilər. Ən gözəl şeiri onlar yazırlar zaten. Bəli. Mənim də şeirlərim var vətən haqqında. Yurtlara kitab çıxartmışam. İnşallah o işləməyə də qismət olsun yəni. Allah qoysun. Sağ ol Bayram. Təşəkkür, sağ ol. Hamı bayaqdan Elçin müəllimin 65 yaşı olduğunu deyir. Mən inanıram, indi də deyir. Mən Elçini 88-dən necə görmüşəmsə, elə də qalmışım. Xarakteri dəyişdir, nə də yaşı dəyişdir. Allah can sağlığı versin Elçin müəllim. Söz sizlər, söz sizlər. Çox sağ olun. Çox sağ olun, dəyərli dostlar. Bu çətin vaxtın qızılda olan vaxtında əziyyət çəkib buraya qədər təşrif buyurmuşsunuz. Bizim bugünkü tərtibdə iştirak edirsiniz. Buna görə sizlərə təşəkkürümü bildirirəm. Və onu bildirmək istəyirəm ki, neçə ki biz varıq, qələm əlimizdədir, belə günləri, anları tarixə saracaq qeyd edəcəyik. Tək ki, ömür vəfa eləsin. Doğrudan da çox gözəl günlər yaşayırıq. Tez bir zaman, çoxlu Özünə lalay şair, özünə lal. Özünə lal, həyəcanlar. Həyəcandan da hamısı. O sadəliyindən faiz fəslidir. O faiz fəsli bizim xalqın tarixində çox böyük rol oynayıb. Belə ki, 30 il işğalda olan torpaqlarımız məhz bu fəsildə işğaldan azad olunub və qürurlu günlər keçiririk, fərqli günlər keçiririk. Bu günləri bizə bəxş edən şəhidlərimiz var, igid oğul və qızlarımız var, qazilərimiz var. Təbii ki, mən onların qarşısına baş əyirəm. Güclü milli ordumuz var və bu dövləti idarə edən güclü bir sərkərdə var. Və mən inanıram ki, bundan sonra da, necə ki, bu dövlət, bu xalq, bu Azərbaycan milləti yaşayır və bu dövlətin belə bir sərkərdəsi var, başda ilə, əldə cənablar olmaq şərti ilə bu millətlərə çoxlu qələbələr qazanacaq və adını dünyanın ən brilyant yerinə yığacaq. Və mən bunu əminəm, ona doğru gedirik. Sözümün sonunda bir daha hamımızı təşəkkür edirəm və istəyərdim, vaxtınızı çox alın, artıq vaxtınızda mövzudadır. İstəyərdim, elə bu sıx məqamdan, yaxın avradan istifadə edib, mən də gündəmə bir-iki şey əlavə edeyim, yanablar bir yerdən düşərləri gəlir ki, tez təpsi olmaz. Ona görə bir 5-6 dəqiqə sərdə edeyim və mən şeirimi izləyək istəyirəm. Mən ilk şeiri 1985-ci ildə yazmışam və çap olunub. Çox milli, çox fərdə qəzetdə çap olunub. Və o şeir məni böyük ədəbiyyata gətirib çıxartdı, mətbuata gətirib çıxardı və bu gün də həmin sırada öz haqqımlarla haqqımlayıram. Və həmin o şeirdən sonra ortaya 9 kitab, 9 poema, 1 piyes və hələ neçə yazıcı kitablar qoyacaq inşallah. Təkir ömür vəfa eləsin. Və bu şeir mənim üçün əzizdir, çünki ilk şeirimdir və onu cavanlıq dövründə yazmışam. İstəyirəm onu sizə deyəm, sonra başqa bir şey deyəcəm sizə. Gəlmədim. Yordum sorğularla, yordum yolları. Səsim söylə sənə çatdı mı barı, gülüm həsrətinin qəmi, qubarı, başımın üstünü aldı, gəlmədim. Alışdım gizlicə, yandım gizlicə, könlüm elə bil ki olubdur gecə. Sənə dərdimi deyim mən necə,
Gönlüm intizarda qaldı gəlmədin. Dərdimi öz dərdin sanıb gələrsən. Dedim, bəlkə məni anıb gələrsən. Sevgilim, halıma yanıb gələrsən. İllər səsmadən saldı gəlmədin. İllər səsmadən saldı gəlmədin. Bir şeyin yaddan çıxmaz. Söhbət şəhidlərimizdən düşmüşdür və şəhidlərə sevdiyim kitabı təqdim eləmişik. Yəni, öncə mən məlumatsa verim ki, bu kitabın əvvəlki təqdimatı rayonda, yəni mən ata yurdunda olub, orada təqdim eləmişəm şəhidin ailəsinə və öz yaşadığım kənddə və o böyük, o gözəl tədbirin təəssüratlar günündə buralar, gözlərimizin önündə hərlənir, fırlanır, bir kino lentiklidir. Və son dövrün müharibəmizin şəhidlərini də, yəni mən heç vaxt ayırmamışam, nə 1-ci Qarabağda, 2-ci Qarabağ şəhidlərini. Onlar hamısı bizim əzizimizdir, canımızdır, ciyərimizdir və neçə şey bizim canımız var, onların yolunda səcdə etməliyik və onların bütün istəklərini, arzularını yerinə yetirməliyik. Bu münasibətlə bir şey yazmışdım, istəyirəm onu sizə oxuyam. 44 gün gecəni qatıb gündüzə, ölümdən can aldı bizim şəhidlər. Gücü qollarına, təpəli dizə, düşməni lərzəyə saldı şəhidlər. Nə soyuq bildilər, nə də ki boran. Dözdülər şaxtaya, qopsa da tufan. Gözləri intiqam hissi ilə yanan, kəndi, şəhərləri aldı şəhidlər. Qorxmadan, mərdliklə gedib döyüşə, tankları, topları vurdu şəhidlər. Sonra da dığanı salıb təşvişə, dünyanı başına yıxdı şəhidlər. Sevin ana torpaq, sevin vətənin, sevin məmləkətin, sevin ellərin, sevin uzaq xalqın, böyük millətin. Şuşaya bayrağı taxtı şəhidlər, Şuşaya bayrağı taxtı şəhidlər. İcazə versin, bir şey dokun sonra deyillər. Bu da bu zamanlı dövrünə, bu haqqda 60'dan sonra yazılan bir şeydir. Bu sadəcə bunların müqayisə etmək üçün deyirəm sizə, baxın, görün. O dövrün də öz şeiri var, bu dövrün də. Ayrılıq adasında elə bil ki, susub laldır. Son görüşlə biz ayrıldıq. Bir anlığa donub qaldıq sevgimizin odasında. Lal bir sükut hökm elədi. Həsrət bizə gör nə elədi. Ürəyin bəs nə söylədi bu ayrılıq adasında. Nə sən dindin, nə mən dindin. Səssizliyi ölüm bildin. Sən bilsəydin, dirilərdin. Son ayrılıq adasında, son ayrılıq adasında. Ayaqlarınız, cənaşlarınız var olsun. Allah sizə uzun ömürlər versin və şirin həyat nəsib eləsin. Çox sağ olun, şəhidlər. Siz durma, bu yan gəlsin.